Salam yoldaşlar, baxsınız. Demək, bugün deyəcəyimiz mövzu olacaq xətti funksiyanın qarşılıqlı, qrafikdən qarşılıqlı vəziyyəti və təbii ki, ona aid misallar işləyəcəyik. Demək, deyir ki, birinci 3 halı var, düz xəttlər paraleldir. Ondan sonra, yəni qrafiklərin 3 halı var. İlk öncə paralel olması halıdır. Paralel olması üçün A1, A2, B1, B2-dən fərqli olmalıdır, A1, A2 bərabər olmalıdır. Yəni, burada baxırsınız ki, bunun A-sı -2-dir. Bunun A-sı -2-dir. Görürsünüz, bu A1-dirsə, A2 də -2-dir. Yəni, bunlar bir-birinə paralel olacaqlar. Tamam. İndi bunu gəlin bir dənə burada izah edib sizə. Paralel olması üçün ümumiyyətlə bilirsiniz ki, tutaq ki, Y1 bərabərdir. Y1 bərabərdir, məsələn, 3x. Bir də Y2 də bərabərdir 3x minus 1. Gəlin, bu iki qrafiki biz quraq. Deməli, gəlin qiymətlər verə birinci burada. X-a 1 vermək. X-a 1 verək. X-a 1, -1 və 0 qiymətlərini verək. Buna uyğun Y-in qiymətlərini hesablayaq. Y-in qiymətlərini hesablayaq. X-a 1 versəm, 3-ü 1-ə vursam, görürsünüz ki, nə olur? 3-ə 1-ə vursam olacaq 3. Demək, Y-in biri 3-dür. Ondan sonra X-a 2 -1 verim, düzdürmü? 3 vurulsun, -1 olacaq -3. Yəni, uyğun gələn qiymət -3-dür. Və X-a bir dəfə 0 versəm, burada 0 versəm, 3 vurulsun 0, eləyəcək 0. Yəni, bir qiymətdə 0-dır. Düzdürmü? Gəlin, birinci biz bunun qrafikini quraq. Həmən, bunun qrafikini quraq. Təbii, gördünüz ki, burada bir qiymətinə 3 uyğun gəldi. Ondan sonra -1 qiymətinə -3 uyğun gəldi və 0 qiymətinə də 0 uyğun gəldi. Bunun qrafikini qurası olsaq, qrafiki necə olacaq? Baxaq, deməli, bu Y oxudur, adlandırırsınız hər zaman, bu X oxudur. Buradan görəcəksiniz ki, deməli, X-a 1 verəndə Y 3 alıb, 1, 2, 3 qiymətini aldı. -1 verəndə -3 qiymətini alır. -1 versəm, -3 qiymətini alacaq bu nöqtədə. 0 versəm, 0 qiymətini alacaq bu nöqtədə. Gəlin, bunun qrafikini quraq. Bunun qrafiki olacaq təbii ki, düz xət. Qurduq bu qrafiki. İkinci isə gəlin nəyə baxaq? Digər funksiyanın qrafikinə baxaq. İndi bu funksiyada qiymətləri verək və tapaq. X-a 0 versəm, buraya yazıram X, buraya yazıram Y, bunları ayıraq. X-a 0 versəm, Y neçə olacaq? Baxın, 3-ü 0-a vursam, 3, 0, 0-dan 1 çıxsam, -1 aldı. X-a 1 versəm, Y neçə alacaq? 3, 1-in 3, 3-dən 1 çıxanda 2 eləyəcək. Və X-a -1 versəm, Y alacaq. 3-ü vursam, -1-ə, -3 çıxsam, 1, -4 qiymətini alacaq. Gəlin, bu qiymətləri də burada qoyaq yerinə. Həmən, demək, 0 verəndə -1 alıbdır bu nöqtə. 1 verəndə, X-a 1 verəndə 2 qiymətini alıbdır bu nöqtə. Və -1-dən -4 qiymətini alıbdır. -1 versəm, 1, 2, 3, -4 qiymətini alacaq. Baxın, bu da buradan keçəcək və təbii bundan paralel olacaq. Yəni, bu paralellik əlaməti idi. Paralellik əlaməti idi. Yəni, gördünüz ki, bunu biz göstərdik. Düz xətlər üst-üstə düşür. A1, A2, B1, B2 bərabər olduqda. Təbii ki, biz buna baxırıq. A1, A2, B1, B2 bərabər olduqda bu baş verir. Yəni, paralellik, yəni üstə düşmə əlamətinə baxaq. Tutaq ki, yəni Y-a deyək 2x minus 2. Digər funksiyamız da olsun. Gəlin elə buna plus 2 deyək. İndi o birisi də əslində eyni şeydir, yəni bir şey dəyişmir də. O bir də olsun, Y bərabərdir 2 plus 2x. Bunun üstə düşməsi üçün həm A-sı, həm B-si bərabər olmalı. Görürsünüz ki, hər ikisinin A-sı da bərabərdir. Eyni zamanda B-ləri də bərabər. A-sı bərabərdir. B-ləri də bir-birinə bərabər olacaq. İndi birinci biz bu funksiya üçün qiymətlərimizi verək. X, Y. Gəlin, X-a 0 deyək, Y olacaq. 0-ı 2-yə vursam, 0 üstünə 2 gəlsəm 2. Y-a 1 desək, 2, 1-in 2 üstünə 2 gəlsəm
4. Y-ə -1 desək, 2 vursa -1-ə -2, üstünə 2 gəlsəm olacaq, təbii ki 1. -2 0. 0 olacaq. Gəlin bunun qrafikini, bunu da həmçinin burada qiymətlərini verək. X, Y. Bu da eyni məsələ dəyişmir. 0 versəm yenə 2 alır. Ondan sonra 1 versəm 4 alır. -1 versəm 0 qiymətini alır. Gəlin bu hər iki funksiyanın burada qrafikini quraq. Əslində eyni qrafiklərdir. Bir şey dəyişmir. Bu Y-dir, bu X-dir. Deməli, birinci bunun qrafikini quraq. 0 verəndə 2 nöqtəsini alıbdır. Burada 1 verəndə 4 alıbdır. Bu nöqtə və -1 verəndə 0 alıb elə nöqtənin özü. Deməli, bu qrafik çəkəsi olsa buradan gedəcək. Düzdür, buradan getdi. İndi gəlin bir dənə də bunun qrafikini quraq. Eyni grafikdə dəyişmir. Bunun qrafikini quraq. Yenə 0 versəm 2 nöqtəsini alacaq. 1 versəm 4 nöqtəsini alacaq, görürsünüz. -1 versəm 0 nöqtəsi. Baxın, bu da elə bundan üst-üstə düşəcək. Yəni, bu əslində elə eyni məsələ demək idi. Eyni məsələ demək idi. Bir də buradakı düz xətlər kəsişməsi məsələsi. Bu kəsişmə də necə ola bilər? Təbii ki, bunların A-ları fərqli olan da. Yəni, baxın, tutaq ki, birinin A-sı 7, birinin A-sı 6 fərqlidir. Biri -3, biri 1 fərqlidir. Yəni, bu qrafikin özünü quraq. Bu qrafikin özünü quraq. Biri deməli, Y bərabərdir 7x plus 1-dir. Bir də Y bərabərdir 6x. Yəni, bu funksiyanın qrafikini quraq və üzərində izah eləyək. Deməli, buna uyğun x-ə, y-ə qiymətləri verək. X, y. X-ə baxın, 1 desək. X-ə 1 desək, görürsünüz ki, 7-ni 1-ə vursam, 7 üstünə 1 gəlsəm 8 alır. Sonra x-ə 0 desək, y qalacaq 1. Çünki 7-ni 0 vursam, üstünə 1 gəlsəm 1 eləyir. Və təbii ki, x-ə -1 desəm, -7 plus 1 -6. Bu -7-dən bura -6 alır. İndi gəlin bu funksiyanın qrafikinə baxaq. X, y-ımızı deyək. Qiymətlərimizi verək. 3 qiymət verəcək də. Yəni, 3 qiymət vermək bizə bəs eləyir əslində. İndi bunun qiymətlərini versək, x-ə 0 versək, y 0 alır. X-ə 1 versək, y 6 alır. X-ə -1 versək, y -6 alır. Gəlin bu qrafikləri quraq. Bu bizim y oxumuz, bu bizim x oxumuzdur. Yəqin görürsünüz. Demək, birinci biz bunun qrafikini quracağıq. 1 verəndə 8 qiymətini alıbdır. 1, 2, 3, 4, 5, 6, 7, 8 düşüb bura. Düşüb bura. Dəyişək rəngini düşüb bura. 0 verəndə 1 qiymətini alıbdır. Düşüb bura. Və -1 verəndə -6 qiymətini alıb. 1, 2, 3, 4, 5. Təbii, bu da olsun 6-cı nöqtə. Yəni, bu nöqtə alıbdır. Gəlin bunun qiymətini quraq. İndi biz şəkildə normalda belə olmalıdır da. Bunu bildiniz yəqin ki. Gəlin ikinci qrafiki quraq. İkinci qrafik quraq. 0 verəndə, yəni bu qrafiki quraq. 0 verəndə 0 alıbdır. 1 verəndə 6 alıb. 1, 2, 3, 4, 5, 6 bu nöqtə. Nöqtə. Və -1 verəndə -6 alıbdır. Bu da olsun. Deməli 1, 2, 3, 4, 5, 6 bu nöqtə. Görürsünüz ki, bu da gələcək buradan belə. Bunu kəsib keçəcək. Yəni, bu da funksiyaların kəsişməsi oldu. Yəqin bu başa düşdünüz. Gəlin biz bir-bir sizlə suallara baxaq. Keçək birinci çalışmadan. Deyir ki, bizə birinci çalışmada y 3x-dirsə əgər
Və vəziyyətin, bunların qarşılıqlı vəziyyəti müəyyən edin. Bunların qarşılıqlı vəziyyətini birbaşa demək olar ki, bunlar bir-birinə paraleldir. Niyə? Çünki bunların A-ları bərabərdir. A bərabərsə bir-birinə paralel olacaq. Bunu üstündən çək edə bilərik burada. Çəkək, illa göstərək sizə. Deməli, qrafikimizin biri y bərabərdir 3x-dir. Qrafikin biri isə y bərabərdir. Nədir? 3x plus 5-dir. Bu iki qrafik qurub yoxlamayıq da biz. Düzdür, gəlin yoxlayaq. Deməli, qiymətlər verək. X, y. 3 qiymət vermək yadda saxlayın ki, bəs eləyir bizə. Çox ehtiyac yoxdur. Birinci burada x-a 0 versək, y 0 olur. 3 vurulsun 0, oldu 0. Sonra x-a 1 versək, 3 vurulsun 1, oldu 3, y 3 aldı. Və x-a mənfi 1 versək, 3 vurulsun mənfi 1, y də mənfi 3 alacaq qiymətini. Mənfi 3 qiymətini aldı. Bunu tapdıq. İndi gəlin keçək, növbəti qrafik quraq. X, yəni tapaq qiymətlərini, sonra y, 1, 2, 3 qiymət versə bəs eləyir də. Bu da digər qiymət olsun. Aha. İndi x-a 1 verək. X-a 1 versəm, bu qrafikdə olur 3 vurulsun 1, üstə gəlinsin 5, olur neçə? 8. 1 versəm 8 oldu. 0 versəm olur 3 vurulsun 0, üstə gəlinsin 5, olur 5. 0 da 5 qiymətini alır və mənfi 1 versəm, mənfi 1 vurulsun 3, üstə gəlinsin 5, olur neçə? 2 alır. 2. Gəlin bu qrafikləri biz burada bir-birsizlə çəkək. Bunları çəkək burada özümüz üçün. Daha da aydın görsənsin. Deməli, aydın məsələ, bura y oxu, bura x oxudur. Birinci bunun qrafikini quraq. 0 verəndə 0 vermişdik. 0 qiymətini almışdı. 1 verəndə 3 qiymətini almışdı. Nöqtə. Və mənfi 1 verəndə mənfi 3 almışdı. Mənfi 1 verəndə mənfi 3 qiymətini almışdı. Yəni, qrafik belə gedəcək. Birincinin qrafikini qurduq. Bizə ikincinin qrafikini qurmaq lazımdır. X-a 1 verəndə y 8 alır. 4, 5, 6, 7, 8. Yəni burada x-a 0 verəndə y 5 qiymətini alır. 0-da 5 qiymətini alır. 4, 5 buradan keçəcək. Və x-a mənfi 1 verəndə y 2 qiymətini alır. Yəni buradan keçəcək. Bu da baxın, bu funksiyanın qrafiki oldu, gördünüz. Yəni, qiymətlər verməklə biz bunu yoxladıq və həll etdik. Sadə məsələlər dərsində. Yəni, indi belə başa düşdüm ki, bunu qurduq biz artıq. Qarşılıq vəziyyətləri paralel oldu. Bunu şifahi deyə bilərsiniz. Əgər başa düşmüsünüzsə qanunları, şifahi demək də olar, sıxıntı yoxdur. Burada yenə baxırsınız ki, B bəndinə bir dənə baxaq. Burada baxırsınız, bunun A-sı 1-dir. Bunun A-sı isə mənfi 3-dür. Yəni, bunlar A-ları fərqlidirsə, bunlar kəsişəcək. Gəlin, bunun da qrafikini quraq. Bunun da qrafikini quraq. Deməli, y bərabərdir x plus 5. Y bərabərdir mənfi 3x plus 1. Bu qrafikləri quraq burada. Deməli, burada üçün x-a, y-a qiymətlər verək, tapaq. Yenə təkrar deyirəm, 3-də qiymət verməyə bəs edir bizə. Gəlin birinci, bu funksiya üçün burada qiymətləri verək. X-a 0 desəm, y olacaq 0 plus 5, yəni 5. 5 qiymətini alacaq. X-a 1 desəm, 1 plus 5 olacaq 6. 6 qiymətini alacaq. X-a mənfi 1 desəm, mənfi 1 plus 5 olacaq 4. 4 qiymətini alacaq. Bunun artıq qrafikini demək ki, qurmaq üçün koordinatlarını tapdıq. Növbətinin koordinatlarını tapaq tez bir şəkildə. Deməli, burada da gəlin yazaq x, y. X-a 0 desəm,
olur, deməli 0 desəm, 3 vurulsun 0 plus 1 olur 1, 1 aldı. X-a -1 desəm, -3 vurulsun -1 üstə gəlinsin 1 bərabərdir 4 eləyir. X-a 1 desəm, -3 vurulsun 1 plus 1 eləyəcək -2. Bu da -2 qiymətini aldı. Gəlin bu funksiyanı burada quraq yenə. Qrafiklərini quraq. Deməli, birinci bunu quraq. X-a 0 desəm, Y alıb nə? Bura Y oxudur, bura X oxudur, bilirsiniz. Y alıb 5. 1, 2, 3, 4, 5. Yəni, bu nöqtə bizim birinci nöqtəmizdir. X-a 1 desək, Y alıb 6. Yəni, bu nöqtə. X-a -1 desək, Y alıb 4. Yəni, bu nöqtə. Getdi. Bunun qrafikini çəkdik. Baxın, bu oldu qrafik. Yəni, 3 nöqtədən keçən qrafiki çəkdik. Yəni, gəlin ikincinin qrafikinə baxaq. Bu da ikincidir. 0 desəm, 1 alıbdır. Yəni, bu nöqtə. -1 desəm 4 alıbdır. Yəni, bu nöqtə. 2, 3, 4 bu nöqtə. Və -1 desəm isə -2 alıbdır. 1, 2, yəni bu nöqtə. Bunu qrafikini keçək. Gördünüz, bunlar kəsişən qrafiklər oldu. Bu oldu nə? Üstünə yazaq. Bu oldu Y bərabərdir X plus 5-in qrafiki. Bu da oldu Y bərabərdir -3. Üstə gəlsin 1-in qrafiki. Gördünüz ki, yəni bunları belə eləmək olur. Bundan sonra baxaq deməli yoldaşlar nəyə? Növbəti sualımıza. Məsələn, bunun qrafiki mən sizə deyərəm ki, D bəndini sadə demək olar ki, bunların qrafikini qarşılayırlar. Bunlar paraleldirlər. Hətta üst-üstə düşürlər. Hardan bilirəm onun üstə düşməyini? Gəlin bura göstərim də. Çünki mən durub Y bərabərdir 0,1x minus 1,1-i parçalasam, mənə gəlib bu qrafikin özünü verəcək. Gəlin baxaq funksiyanı təbii ki. Bunu parçalasaq necə olacaq? Olacaq 0,1x bölünsün 0,1. Yəni, mən bunu belə yaza bilərəm də. Çıxılsın 1,1 bölünsün 0,1. Çünki hər ikisinin baxırsınız ki, hər ikisinin məxrəci eyni olduğu üçün. Yəni, mən bunu bitişik yaza bilərəm. Ayrı da yaza bilərəm, fərqi yoxdur. Ayrı da yaza bilərəm. Bir şey dəyişmir yəni. Onun üçün də bunlar burada islah olur, qalır x çıxılsın. 1,1-də islah 11-ə bölünür, dəqiq bölə bilirsiniz də. Eləyir neçə? 11 özü. Gördünüz? Elə eyni funksiyanın özü alındı. Demək ki, buna bir-birini nə edirlər? Üst-üstə düşürlər. Buna düşdülər üst-üstə. Növbəti sualımıza baxaq. Aşağı verilmiş funksiyanın qrafiklərinin paralel olduğunu söyləmək olarmı? Paralel olduğunu bilmək üçün nə demişdik biz sizə? Qanun nə idi? A1 bərabər olmalıdır nəyə? A2-yə. Yəni, A1 A2-yə bərabərdirsə, bu funksiyanın qrafiki paralel. Gəlin, burada bunu daha göstərək. Bunu sizə vermişdi, onsu da burada. Nə paralel olurdu? A1 A2-yə bərabər B1 B2-dən fərqli olanda. Yəni, təbii B1 də fərqli olmalıdır B2-dən. Gəlin, baxaq da, bunun A-sı neçədir? Bunun A-sı 5x-dir, düzdür. A-sı 5x, çünki bunu 15-3-ə bölsən 5 eləyir, 5x olur. Bu isə, bəli, bunun da A-sı 5-dir, amma A-sı 5 təbii ki. B-si fərqlidir, 1, 2, 1 mənfi. Yəni, bu olar. Paraleldir, bəli. Sonra baxaq bura, burada olur 3-də 2x, yəni mən bilirəm ki, 15-də 10-u yaza bilərəm də belə. 15-də 10-u 15-də 10-u yazaram necə? İslah apararam. Qalar 5, burada qalar 3. Əstəğfurullah. 5-ə getsə burada qalar 2. Yəni, onlar neçə? 5-də 3, 3-də 3 qalar. Onlar, burada 2 qalmışdı. Onlar neçə? Dərsdən yazaq.
Deməli 15-də 10-u islah aparsam, 5-ə burada qalar 3, burada qalar 2. Yəni 3-də 2. Düzdür? 3-də 2 isə əgər bu olacaq 3-də 2 çıxılsın. 3-də 2 x çıxılsın 1. Yəni 3-də 2 x çıxılsın 1. 1-idir və 3-də 2 x çıxılsın 3 1-idir. Biz buna da paralel deyə bilərik. Çünki b-ləri fərqlidir, A-ların da düzgündür. Sonra c-yə baxaq. C-yə baxaq. C-si necə olacaq? Deməli, birinin x plus 4-dür. Digəri isə y minus x bərabərdir 4-ə. Gəlin y-i tapaq. Bu funksiya şəkli deyil. Mən bunu funksiya halına salmalıyam. Yəni y-in x-dən asılı dəyişən şəkildə olmalıdır. X-i keçirəm sağa olur 4 plus x. Bu ikisi 4 plus x-dir. Baxın, bu da 4 plus x-dir birincidə. Birincidə 4 plus x-dir. İkincisi də eyni şey alındı. Demək, bunlar üst-üstə düşürlər. Bunlara paralel demək olar. Olmaz. Üstə düşürlər bunlar əslində, yəni. Üstə düşürlər. Tamam. Gəlin baxaq D-yə. D-də isə görürük ki, bunların A-ları fərqlidir. A-ları fərqlidirsə, mən bunlara nə deyə bilərəm? Paralel deyə bilmərəm. Çünki A-sı fərqlidirsə, o kəsişəcək. D getdi. Keçdik 3-ə. 3-də bizə deyir ki, y funksiyası x dəyişəndən düz mütənasib asılı, yəni y bərabərdir kx şəklindədir, funksiyadır. Aşağıda verilmiş hallar üçün k əmsalını tapın və funksiyanın düsturunu yazın. K əmsalını tapmaq üçün nə edəcəm mən? Yerinə qoyacam da. Baxın, x var. 8, y var. 14. Gəlin yerinə qoyaq da. Yerinə necə qoyurlar təbii ki? Gətirək y-in yerinə qoyaq 8-i. X-in yerinə, y-in yerinə 8 qoyaq. Görürsünüz, y-in yerinə 8 vurulsun k-ya bərabərdir. Y-də 14. Buradan k da bərabərdir. 14 bölünsün 8-ə. Bu da islah olunur. 2-yə qalır 7, qalır 4. Bu da eləyir 1,75. 75 eləyir. Çünki 7 4-ə bölsəm, bir dəfə 30-a 175 eləyir. K əmsalını tapdıq. K əmsalını tapdıq. Qaydaq sualımıza. Birincinin K əmsalını tapdıq. Və bunu biz nə etməliyik? Hələ bir daha üstünə yeni işləməliyik. Və funksiyanın düsturunu yazın. Və funksiyanın düsturu olacaq necə? Gəlin baxaq. Yəni asılı düsturunu deyir də bizə. Y bərabərdir 1,5 x 1,5 x plus neçə? Baxın, ona baxmalı. X 8 idi elə. X 8 idi. Düzdürmü? 1,5-ə vurmalıyım mən. 8 olmalıdır x-a. 8 taban deyilir neçə? Ona baxaq. Deməli 1,5-8-ə vursam 8 5-in 40, 8 12 eləyəcək. Əla. 12-in üstünə mən 2 gəlsəm 14 eləyər. Mən artıq funksiyamı qurdum, görürsünüz. Yəni həqiqətən də mən x-a durub 8 verəndə 1,5-8-ə vursam edir 12. 12-in üstünə 2 gəlsəm olacaq neçə? Təbii ki 14. Yəni y14 qiymətini aldı. Funksiya mənim qurulmuş oldu. Yəqin funksiyanı qurmağı da gördünüz. Funksiyam qurulmuş oldu. Bu qədər. Baxın yoldaşlar, deməli bizə indi tapdıq k əmsalı 1,75 oldu. Yəni bizə bu şərtə uyğun qurum deyirsə olacaq y bərabərdir 1,75 x bitdi getdi. Bu da bizim tənliyimiz. Yəni funksiyamızın özü. Deməli indi baxaq, gəlin fərqli-fərqlilərinə baxaq. İndi A-ya baxdıq. B-yə baxmağa, gəlin B-yə baxaq. B-ni həll eləyək. Nə deyir bizə? Deyir ki, x-i veribdir bizə -3-dür, y-i veribdir bizə 9-dur. İndi deyir ki, bu şəkildə olarsa qurun. Yəni y bərabərdir kx şəklində olarsa, y 9-dur bilirsiniz. K-mız yoxdur, x-imiz də 3-dür. O zaman k neçə olacaq? K 3 olacaq. Yəni funksiyamız olacaq y bərabərdir. K 3 tapırsamsa 3x olacaq. Bu da bizim cavabımız olacaq. Çox sadə şəkildə. Yəni bunu da bildik. Sonra gəlin bir dənə də məsələn nəyə baxaq? H-a baxaq. H-ı eləyək. Yenə də bizə deyir ki,
y bərabərdir bu funksiya üçün tapın. Düsturun yazın deyir. X bərabərdir mənfi 0,5-ə. Y də bərabərdir 3-ə. Yəni 3 bərabərdir. Qoyaq yerinə burada. K vurulsun mənfi 0,5-ə. Burada K nəyə bərabərdir? 3 bölünsün mənfi 0,5-ə. 3 bölünsün mənfi 0,5. Burada K bərabərdir nəyə? Təbii ki 5-də 2. Eləyir neçə? 6. Mənfi 6. Yəni y bərabərdir mənfi 6x. Bu da bizim funksiyamızın düsturu oldu. Ümid edirəm bunları başa düşdünüz. Keçək növbəti sualımıza. Növbəti suala baxaq. Deməli, növbəti sualımız verilmiş qrafiklərin 16-da ABC. ABC qurulması səhv varmı sizcə? Bu qrafik necə yerləşməli idi? Baxın, bizə burada səhvin olub-olmadığını soruşur da. Gəlin də yaxınlaşdıraq. Burada görürsünüz ki, baxın, tutaq ki, bunun nədir? Əmsalı. Yəni, bunun K-sı nədir? Baxın, bu funksiyanın K-sı mənfi 3-dür. K-sı mənfi 3-dür. Elə, bunun da funksiya K-sı görürsünüz, bu da mənfi 3-dür. Bunun da K-sı, yəni A-sı, K demək ki, A olsun. Çaşdırmayaq da. Fərqi yoxdur, amma yenə də biz A deyək də. Bunun A-sı mənfi 3-dür. Bunun da A-sı mənfi 3-dür. Əla. B-ləri isə fərqlidir. A-ların eyni olsa, B-ləri fərqli olsa nə olurdu? Bunlar bir-birinə paralel olmuş olurdu da, düzdür. Baxın, təzdən qayda həmin təkrarlayın. Qaydın baxın, yəni tənbəl eləməyin. A-sı bərabər görürsünüz. A-sı bərabər B-si fərqlidirsə, bunlar nə idi? Təbii, bir-birinə paralel idi. Gəlin qayda həmin suala baxaq. Görürsünüz ki, bunların bir-birinə paraleldir. Burada səhv yoxdur da. A-ların bərabər, K-ları, B-ləri fərqlidir. Yəni, bu eynidir. Burada səhv yoxdur. Baxaq ikinciyə. Burada baxırıq ki, bunun deməli A-sı bərabərdir. A-sı 1-dir. Bunun da A-sı görürsünüz ki, 1-dir. A-sı 1-dir, amma B-si fərqlidirsə, bunlar eyni, B fərqli olanda nə olmalıdır? Paralel olmalıdır. Deyən, bu səhvdir. Burada kəskin verir. Bunun kəskin olması üçün A-sı da fərqli olmalıdır, B-si də fərqli olmalıdır. Gördünüz? Yəni, burada bu kəskin veribsə, bu yanlışdır. Yəni, bunu paralel verməli idi. Yəni, bunu belə deyək də, belə verməli idi. Baxın, belə. Çəkək. Tutaq ki, bu 2 nöqtəsidirsə, bu belə getməli idi. Baxın, belə. Yəni, bu yanlışdır. Üçüncüyə baxaq. Eyni şeydir burada hamısında. Əhəvət C-dir, baxın, deyir. Gəlin, baxaq. Demək, görürük ki, bunların A-ları, bunun A-sı nədir? 1-dir. Bunun da A-sı nədir? 1-dir. A-sı 1-dir, B-si fərqlidirsə, bu nədir? Paralel olmalıdır. Paralel olmalıdırsa, bu nə yazıb? Yanlış gedib burada. Bu keçməlidir, buradan haradasa belə getməliydi. Baxın, belə. Getdi. Belə getməliydi. Yadda saxlayın. Yəni, bu da yanlış çəkibdir, yanlışdır. Çünki də artıq şifahidir. A-sı bərabər, B-si fərqli olanda bunlar paralel olmalıdır. Amma burada kəskin verildi. Yanlış da olmaz. Bu da getdi. 5-ci suala baxırıq. Aşağıdakı funksiyanın qrafikləri eyni uzalı koordinat sistemində qurun və ondan qrafik qarşı vəliyyəti müəyyən edin. Hər bir hal üçün uzaq əmsalları müqayisə edin. Normalda gəlin baxaq da, deməli, qrafiklərin qurun deyir də bizə. Funksiyanın biri budur, fx. Yəni, fx və y fərqi yoxdur, eyni anlayışdır. Bərabərdir mənfi 3x plus 7. Digər isə fx bərabərdir nəyə? 0,5x minus 2,5. Gəlin, bunların qrafiklərini quraq. 2,5.
onda 5. Aha. Bunların ilk özü bilək ki, əmsalları. Bunun bucaq əmsalı k bərabərdir mənfi 3'dür. Bunun bucaq əmsalı isə k bərabərdir 0,5'dir. Yadda saxlayın. Bunlar bucaq əmsallardır. Niyə? Baxın, bu verilən bucaq əmsalı olur. Bu verilən bucaq əmsalı olur. Qrafiklərini qurun deyir. Gəlin quraq da. Demək, birinci f(x) mənfi 3, 7. Deməli, gəlin birincini quraq. f(x) bərabərdir mənfi 3x plus 7-də x-i y-i müəyyən eləyək. Hərəsində bilirsiniz ki, maksimum nə etmək? 3 qiymət vermək kifayətdir. Deməli, x-a 0 versəm, y olur 7. Çünki mənfi 3'ü vursam, 0-a üstünə 7 gəlsəm, olur 7. X-a 1 versəm, olur mənfi 3, vurulsun 1 plus 7, bu da olur 4. Və buna mənfi 1 versəm, bu da olur mənfi 3, vurulsun mənfi 1. Üstə gəlinsin 7, olur 10. Bunun qiymətlərini bildik. İndi deməli oldu qiymətlər. Buradan silək. Deməli 0 verəndə x-a oldu 7. X-a 1 verəndə oldu 4. X-a mənfi 1 verəndə oldu 10. Birinci hazır. Gəlin baxaq ikinciyə. İkincidə də f(x) yəni bərabərdir 0,5x minus 2,5. Buradan x-a y-a qiymətlər verək. Deməli, x-a 0 versəm, olur 0,5 vurulsun 0, çıxılsın 2,5. Bu da eləyir neçə? Mənfi 2. Daha doğrusu mənfi 2,5 eləyir elə. Sonra x-a 1 versəm, 0,5'i vursam 1'ə. Çıxsam 2,5'i olacaq neçə? Deməli, 0,5, 2,5 olur 2. Mənfi 2. Mənfi 1 versəm, vurulsun 0,5, çıxılsın 2,5. Bu da olur 3. Bu qiymətləri də artıq bildik. Bunu da burada özümüz üçün yazaq. Deməli, x-a 0 verəndə qiymət aldı neçə? Mənfi 2,5. X-a 1 verəndə qiymət aldı neçə? Mənfi 2. X-a mənfi 1 verəndə qiymət aldı neçə? Burada mənfi 3 oldu da. Gəlin bu qrafikləri burada özümüz üçün quraq. Birinci bu qrafik quraq. Mənfi 3x plus 7-nin qrafikini. Mən 0 verəndə alıb 7 qiymətini 1, 2, 3, 4, 5, 6, 7. Bu nöqtə 1 verəndə alıb 4 qiymətini 2, 3, 4 burada. Və mənfi 1 verəndə alıb 10 qiymətini 8, 9, 10. Yəni bu nöqtə. Gəlin bu qrafikini çəkək. Bunun qrafiki oldu bu. İndi ikincinin qrafikini çəkək. 0 verəndə alıb mənfi 2,5, 1, 2, bu da 2,5 bu nöqtə yəni. Sonra 1 verəndə alıb mənfi 2, yəni bu nöqtə. Və mənfi 1 verəndə alıb mənfi 3, yəni bu nöqtə. Bunu da çəksək,
Gördünüz ki, bunların qrafikləri kəsişən qrafiklərdir. Yəni, hər birini normal qaydada qiymətlər verməklə eləmək olar. Bizdən nə soruşurdu və yaxşı? Bucaq əmsalların biri deyonsuz da mənfi 3-dən sistemində 5 idi. Bucaq əmsalları müqayisə eləyin. Artıq birinin qrafikini quranda, yəni hamısını yəqin biləcəksiniz də özünüz. Bucaq əmsalları müqayisə eləyin deyirsə, aydın məsələdir. Onu da burada yazaq. Mənfi 3 və 0,5 idisə, deməli, biri mənfi 3-dür, biri K-sı 0,5-dir. Aydın məsələ. Bu K1, bu K2 olsun. K2 böyükdür K1-dən. 0,5 mənfi 3-dən böyükdür. Bunu bildik. İndi gəlin B variantına baxaq. B variantında görürsünüz ki, birinin bucaq əmsalı K1 bərabərdir 1-ə, K2 bərabərdir, o da 1-ə. Hər ikisində 1-dir. Hər ikisində 1-dir, görürsünüz. Burada K1 K2-yə bərabərdir. K1 bərabərdir K2-yə. Yəni, bunlar bucaq əmsalı bərabərdirsə, bunlar avtomatik bir-birinə nədirlər? Paraleldirlər. Çünki B-ləri fərqlidir. Biri 9, biri mənfidir. Sonra keçək növbətisinə. C bəndində birinin bucaq əmsalı mənfi 1-dir. K1 bərabərdir mənfi 1-ə. K2 də bərabərdir 1-ə. Görürsünüz, bunu 1-dir. Aydın məsələ, K2 böyükdür K1-dən. Və bunlar da bir-birinə nədirlər? Biri mənfi 1-dir, biri 1-dir. Əslində, bucaq əmsalları, indi bunu keçməmişsiniz də. Əksəriyyətdə olanda, nəysə, indi onu sonra izah edərik. K2, K1. Demək ki, məsələ nə idi? Bunlar da eyni prinsipdir. Yəni, bunlar nədirlər? Bir-birinə fərqlidirlər. Bunu da bildik. D bəndinə baxırıq. D bəndində də gəlin fikrimizə baxaq. Demək, D bəndində baxın, hər ikisi yaxınlaşdırım qoy. Daha yaxşı görün. Görürsünüz, bax, buna K1 deyək. K1-i mənfi 1-dir. Baxın, bu da K2 olsun. Bunun da K-sı mənfi 1-dir. K2-də mənfi 1-dirsə, burada artıq K1 bərabərdir K2 olacaq. Və yəni, A-ları bərabərdirsə, bucaq əmsalları bərabərdir. B-ləri fərqlidirsə, bu necə olacaq? Bir-birinə paralel olacaq. İsə növbəsi suala baxaq. Verilmiş bərabərliklərdə ulduzun yerinə ilə yazın ki, alınmış funksiyanın qrafikləri paralel olsun, kəsişsin və üst-üstə düşsün. Ay aman. Paralel olsun, kəsişsin və üst-üstə düşsün deyir bizə. Gəlin baxaq. Tutaq ki, birinci aya baxırıq. A-da görürsünüz ki, paralel olsun deyirsə, bilirsiniz, bunların paralel olması üçün A-ları bərabər olmalıdır. Bərabər olmalıdır. Aydın məsələ. Yəni, A-lar bərabər. Tutaq ki, özümüzdən bir deyək. Yəni, A-nın bir qiymətində A-ya mən 1 desəm, yəni birinci sualda A variantında, bunlar olurlar paralel. Yəni, Y bərabərdir olur 1x da 1 yazdım, amma mən yenə yazdım. Bir də Y bərabərdir olur 1x plus 5. Bunlar bir-birinə paraleldirlər. Ondan sonra deməli, kəsişsin deyir. Kəsişməsi üçün də bunların birinə bir qiymət, birinə başqa qiymət verməliyəm. Yəni, kəsişəndə hallar fərqli olmalıdır da. Kəsişən hallarında necə olsun? Kəsişən hallarında ulduzun yerində, yəni A1 olsun, tutaq ki 1, A2 də olsun, mənfi 1. Bu fərqli olanda kəsişir də, deməli, birini çəkib qrafikini izah edərik. B bəndi getdi və üst-üstə düşsün. Üst-üstə düşməkləri mümkün deyil. Çünki üst-üstə düşmək üçün B-si də bərabər olmalı. Amma birincidə, A-nın birincisində B yoxdur. Görürsünüz də bunu, B yoxdur. Amma gəlin bunun birinin qrafikini quraq.
Sizə göstərək də bunu. Y bərabərdir x və x plus 5 deməli. Baxaq hansı hala? Deməli, y bərabərdir 1x və y bərabərdir 1x plus 5 funksiyasının qrafikini qurmalıyıq. İlk öncə bunları qiymətləndirək. Yəni necə? X, y-in qiymətlərini tapaq. X-a 1 desəm, 1 qoysam olur y1. X-a 0 desəm, y olur 0. X-a 2 desəm, y olur neçə? O da 2. 2. Gəlin burada baxaq. Deməli. X-a 1 desəm, y olur 1-i 1-ə vursam, 1 üstünə 5 gəlsəm 6. Ondan sonra x-a 0 desəm, y olur 5. Çünki 0 vursam 1-ə 0, üstünə 5 gəlsəm elir 5. Və x-a burada biz gəlin 2 deməyək, biz bunu 2 eləməyək də. Biz bunu 2 eləməyək, biz bunu mənfi 1 eləyək. Yəni əlimiz mənfi öyrəşdirək də. Bu mənfi 1 olsun, bu da onda mənfi 1 olur onsuz da. X-in arası y o qiymət alır da birbaşa. Burada isə gəlin nə deyək? Deməli, qaldı yerdə nə? Mənfi 1 qiyməti. X-a mənfi 1 desəm, mənfi 1 üstünə 5-dən 4 eləyəcək. İncən bunların qrafiklərini quraq da burada. Qrafik necə olacaq? Bu oldu X xətti. Bu oldu Y xətti. Deməli, birinci bu qrafik qururuq. 0 desək 0 nöqtəsini alıbdır. Gəlin fərqli rəng olsun. 0 desəm 0 nöqtəsi alıbdır. 1 desəm 1 nöqtəsini alıbdır. Və mənfi 1 deyəndə mənfi 1 nöqtəsini alıbdır. Yəni bunun qrafiki belə gedir. Gördünüz. Bu oldu y bərabərdir 1x funksiyasının qrafiki. İndi gəlin bunu quraq da. Biz bunun qrafikini quraq. Bunun qrafikini quraq. 1 desəm 0 desəm 5 alıbdır. 2, 3, 4, 5. Bu nöqtə. Sonra 1 desəm 6 qiymətini alıb. Bu da bu nöqtə. Və mənfi 1 desəm 4 qiymətini alıb. Bu da olsun 1, 2, 3, 4 bu nöqtə. Görürsünüz ki, bax necə olacaq. Bu da buradan get. Bu da oldu y bərabərdir 1x plus 5 funksiyası. Yəni bunlar paralel oldular. Niyə? Çünki bunların k-ları, yəni a-ları bərabər idi bir-birinə. Tamam. İndi kəskin deyəndə də yenə də mənfi qiymətini tapırdım. Eyni məsələdir, bir şey dəyişmir. Gəlin onu da qiymətləyək tez. Kəskinmə qrafikini quraq. Kəskinmə üçün mən demişdim nə cür olsun. Gəlin bunun üstündə eləyək. Y bərabərdir təbii ki nəyə? Y bərabərdir mənfi 1x və y bərabərdir x plus 5. Bunların qiymətlərini quraq. Yenə burada qiymətlər verir. X-a 0 desəm y olur 0. X-a 1 desəm y olur mənfi 1. X-a mənfi 1 desəm y olur 1. Niyə? Çünki yerinə qoyuram. 0-a vursam 0 eləyir. 1 qoysam mənfi 1, mənfi 1 qoysam 1 eləyir. Gəlin bunu quraq yenə. 0 desəm, 1x-dir təbii ki bu. 0 desəm olur 5. 1 desəm olur 6. Mənfi 1 desəm olur 4. Mənfi 1 çünki 1-ə vuranda mənfi 3-dən 5-dən 4 eləyir. Bunu da bilmiş olaq. Tamam. Gəlin bunun qrafikini də quraq. Birinci bunun qrafikini qoyaq. 0 versəm 0 alıbdır. Bu nöqtə özüdür. 1 versəm mənfi 1 bu nöqtədir. Mənfi 1 versəm isə 1 bu nöqtədir. Deyən bunun keçəcəyi qrafik bu olacaq. Bunun qrafikini qurduq. Yəni y bərabərdir
-1 x-in qrafikidir. Gəlin ikincini quraq, yəni bunu quraq. Bu da 0 verəndə 5 alıb 1, 2, 3, 4, 5 bu nöqtədir birinci. 1 verəndə 6 alıb, yəni bu nöqtədir. 6 budur. Və -1 verəndə 4 alıb. 1, 2, 3, 4 bu da budur. Bunun da qrafik olacaq. Baxın belə gördünüz. Bunlar kəsişdilər. Bunu da artıq biz sübut eləmiş olduq. Kəsişdilər. Gəlin baxaq növbətçisinə. Növbət suala baxaq. Növbət sual yoxdur əslində. Birbaş hamısını biz yazmış olduq. Yəni baxın C-də eyni məsələdir, D-də eynidir, F-də, B-də, Y-də hamısını da qiymətlər verib yoxlayacaqsınız. Oldu yoldaşlar, sağ olun. Özünüzdən müğayət olun. Maraqlanmaq istəyənlər də inşallah buradakı nömrəyə əlaqə saxlaya bilərlər. Deməli, hər birinizə uğurlar arzu edirik. Riyaziyyata çətin yanaşmırsınız. Riyaziyyat çox nədir? Rahat bir fəndir. Sadəcə çoxlu işləyib həm Namazovdan, həm də ki, sinif kitablarından, başqa testlərdən vərdiş halını almaq lazımdır. Sağ olun.